Peyğəmbərlərin dövründə bir nəfər olub, bir cavan ki, belə bir nəql edirlər, günah eləyib. Bunun cismində xəstəlik yaranıb, Peyğəmbərin qapısına gedib, Peyğəmbər deyib, sən günah eləmisən, get tövbə elə. Yəni, insanın günahlarının bağışlanması onun elə bir növ cisminə də təsiri qoyur ki, xəstəlikləri aradan gedər. Həmin cavan gedir, tövbə eləyir, qayıdır. Bir müddətdən sonra o qədər günah eləmişdi də bu cavan, o qədər günah eləmişdi. Amma Allah onu bağışlayır. Və bədənində olan o cismani xəstəlik də aradan gedir. Bir müddət sonra yenə günaha mürtəkib olur. Yenə gedir Peyğəmbərin qapısına. Peyğəmbər deyir ki, get yenə tövbə elə. 2 dəfə, 3 dəfə, 4-cü dəfə gedəndə Allah Peyğəmbərə deyir ki, daha mən onu bağışlamıram. Qoy ölsün. Bu cavan hər yerdən əli üzülən bir vəziyyətdə qayıdır evinə, anasına bir vəsiyyət edir ki, ana, mən çox pis adamam. Bu qədər günah elədim, Allahla əhd bağladım, əhdimi sındırdım. Allah da məni bağışlamır. Hər yerdən əli üzülüb, anasına deyir ki, mən öləndən sonra, üzr istəyirəm, it ki ölür, onun boğazına bir ip bağlayıb aparırlar, sürüyürlər. Deyir, məni o şəkildə boğazıma ip bağlayıb bu həyətdə sürüyərsən, bəlkə Allah mənə nəzər eləyər. Ana öz övladının vəsiyyətinə əməl edir, cavan dünyasını dəyişir. Boğazına ip bağlayır. Çəkmək istəyəndə qeybdən bir səs gəlir ki, mənim bəndəmin hörmətini sındırma. O anında belə Allah o bəndiyə rəhm edir. O bəndəni bağışlayır. Götürək günahlarımızı, gedək Allahın qapısına. Bir-bir xatırlayaq. Heç kim olmasın, Allahla öz aramda danışım. Allah filan günah eləmişəm.